Hər bir İslami dostlar dedik ki, işləriniz qaydasındadır. 26-cı ilin ilk Var Arxası podkastındasınız və gördüyünüz kimi biraz yeniliklər var. Yox, biz yenilənməmişik, həmin adamlardır, amma logoya bu gözəlliyə baxın, Elvinə baxmayın. Elvin elə ki, bütün veriliş ərzində elə ki, Elvin olacaq və qırağında belə gözəl qulaqcıq görəsiniz, amma normalda orada topdur. Elvin başı da belə top. Neysə. Uşaqlar, bugün biz nəzərə alsaq ki, Çempionlar Liqası hələ ki başlamayıb, amma əslində biz də bekarıq. Bavariya maşındır. Bavariya maşındır. Brugge dünyanın ən möhtəşəm klubudur və s. Brugge dünyanın ən möhtəşəm göy-qara klubudur. Bu Interə olan bir referans idi. Bu amma Pablinho fərmanı elə bil. İndi məsələn davamı disatdın sən. Məncə Elvin də olması razıdır. Hə, əlbəttə. 100%. Amma deyəsən Inter bugün müzakirə edəcək. Ona görə də hələ revanşım olacaq. Biz dedik ki, İtaliya çempionu kim olacaq da Inter qıracaq. Amma Juventus тоже не причём. Da. Nəsə qəşəng. Milanla Napoli müzakirə edək. Nəysə, biz mövsümün ilk yarısı yekunlaşdı. Əsas sualları bizi maraqlandıran və ümid edirik ki, sizi də maraqlandıracaq sualları bu gün müzakirə edəcəyik. Ümumilikdə 4 dənə sual var. Hələ ki spoiler vermirəm, bir artıq buraxılışa baxa-baxa görəcəksiniz. İlk öncə uşaqlar bayramlar necə keçdi? Normal yedi-üçdü də. Yedim. Yunus gördüm arada öz aləmizdə Boxing Days adı yaratdı. La Boxing. La Boxing. Pisdir. Mən də xeyri yoxdan deyirsəm də heç nə dəyişmir. Niyə bu problemi var? Mən də biraz arıqladım, ona görə də mən səni dəstəkləyirəm. Heç nə, mən də bayramlarda açdım gördüm, Cremonese Cagliari oynayır. Sağ televizoru söndürdüm. Nəysə. Liqanın əsas sualı bu il. Neçə illərdən sonra Arsenal axır ki, çempion ola biləcək? Andrey öz göz yaşlarına inanmır. Məncə hə, çünki üçüncü sual. Hə, çünki onlar başa düşdülər ki, onlar elə bir şey elədilər ki, mən Realdan bunu gözləyirəm neçə ildir. Real bunu eləmiş. Ona gördülər ki, onsuzdur. Yox. Hətta niyə də klubdur da yəni də. Prizduruz da. Hə. İndi onlar başa düşdülər ki, FIFA və UEFA bu yarışların sayını azaltmayacaq. Onlar başa düşdülər ki, bu zədələr elə davam edəcək. Sən istəyirsən, yəni dünyanın ən möhtəşəm həkimlərini gətir, yəni istənilən komanda yenə bu problem başlayacaq. Və yenə deyirəm ki, optimal variant 2 heyət saxlamaqdır ki, Arsenal da bu 2 heyəti saxlayır. Yəni prosta deyəcəyim o idi ki, mən 2 il Chelsea yazıq 4 dənə sazlanmışdı. Yox, da prosta baxır kimi alırsan da, görürsən bunlar keyfiyyətli oyunçular, bunların ikinci heyəti Chelsea-nin ikinci, üçüncü, dördüncü, beşinci heyətlərindən yaxşıdır. Bəlkə də birinci ilə də dirəşər bəlkə. İndi birincini daha demədim. Nə də olsa dünya çempionlarıdır da. Amma yenə də indi onlara da qayıdacağıq. Sırf buna görə, amma buna baxmayaraq yenə zədəlilər çoxdur. Hansı məqamda Saliba ilə Gabriel oynamırdılar? Hansısa məqam var idi. Biraz xalterdə Arsenal, amma məsələ onun ibarətdir ki, City də xalterir. 3 oyunda abadal. Düz Arsenal da Liverpool heç elədi, amma yenə də, yəni rəqiblər də o şəraiti yaradır ki, olun da çempion, qurban olun. Tupila. Ya Arsenal azı keçdərinin bir də oyunçuları yəqin baxmır da bizə. Bəlkə də baxır xətirlərdə dəyməz. Prosta Declan Rice-da bu kimi oynayır da. O da qar oturur ki, abi də Semic qaldı. Axşam var arxasına bax. Elvin danışacaq. Yox, xətirlərini dəyməsin. Bunların bir balaca da burada nə bəxti gətirib ki, komand digər liderlərdə çox zəifləyib. Yəni Liverpool heç o deyil. O qədər pis gündədir ki, formasını mən geyinirəm də. Yəni City qeyri-stabil. Yəni Aston Villa yuxarıda desə, Aston Villa-sanı necə demişdi? Aston Villa. Aston Villa gedib ora çıxır. O momentdəki Arsenal istifadə edib. Bu ilki Arsenal o birisi podkastlara baxmışsa, bilirsiniz ki, mən Arsenal normal sıxıram da. Yəni Juventusdan çox sıxıram bu il. Yəni çox istəyirəm ki, onlar amma Çempionlar Liqasında yoxdur demirsən, Çempionlar Liqasında qazanacaqlar. Çempionlar Liqasında qazanacaqlar, bura. Treble. Opa. Представь, yox резко treble. Ferguson'un infaq vurur ölürdən. Arsenal bu çempion olacaq, amma o Arteta'dan o qədər zəhləm gedir ki. Prosta vid fasondan da. Onu nə bilim də nifrət eləyirəm də. O özünü bir sənə də görə göylə aparsan kimsən axı. Məsələn Arteta kommentə zor edir.
belədir. Adam məni belə doğub. Sonra Sən kimsən də? Guardiolanın əl altısı olmusan da. Sən gedirsən milyardlar Zevsin avtodaşıyanı idin da. Guardiola avtodaşıyan. Onu demək istəyirəm. Niyə bəs riski belə neqativ də yəni? Yox, indi Əl altısı gəldi sürüdü də Real'ı Bolençe qalqasında. Keçdi aşağıda gözləyib pərmasın. Jürgen Klopp'a bu transferləri eləsəydilər, Jürgen Klopp City-də udardı. Amma Jürgen Klopp gözü sükun. Arteta da bu sastavın heyətini Arteta yəni oyunçu adam eləyib. Keçən ilə baxaraq Arteta'da nə dəyişib? Subimendi gəlib, bir də Gyökeres gəlib, hansı ki Gəlməz olaydı. yəni gəlməz olaydı. Fərman, Gyökeres onsuz da mən həqiqətən o cəhətdən razıyam ki, balonu idi. Mən bir sən orada bildim onu. O Gerd Müller mükafatını verirlər. Göstərirlər kimə o 60 qol vurub. Konferensinaya 6 dənə qol. Nə bilim, nəydi o? Maruçaya 6 qol, Arauçaya 3 dənə. Qarabağın skautları o baxıb Portuqaliya zəiflik qalır. Oyunçular oradan gəlir. Hesab bir bir sənədir. City hat-trick. Bu arada prosta penaldan penaldan vurdu da. City-də kimlər var? Fərman, mən sənə razı deyirəm. Məsələn, son transferlərə baxsan qardaşım, Edegor bu səviyyədə oyunçu idi Arsenala qədər. Yox. Declan Rice bu səviyyədə oyunçu idi. Nə? Neçə ilə çempion olmurlar, neçə qazanmırlar. 5 ildir gəlib də, düzdür. Plus minus indi bəlkə artıq 1 il səhv sala bilərlər. 5 il ərzində bax keçən il yox, iniş il City çempion oldu da. Okay. Çempion olan ili sən Arsenal ikinci yerdə gedirdi. City 8 xal arxada idi. 8 xal. O City ki Çempionlar Liqasında da oynayırdı və hansı kuboklarını FA kubokda oynayırdı. Arsenal heç yerdə oynamaya gəldi 5-1 uduzdu yoxsa 4-1 uduzdu. Birinci yer, ikinci yer gəldi. Uduzdu və sonra çempion oldu. Sonra da City gəldi çempion oldu. Arsenalda çatışmayan oldu ki, bədbəxtçilikdən başqa çempionluq ruhu yoxdur komandada. Çempionluq ruhu heç bir oyunçusunda yoxdur ya. Fərqi yoxdur. Declan Rice-dan tutmuş, kim istəyirsə olsun. City-də o ruh Hollandda var. Gündoğanda var idi. İndi Gündoğan yoxdur da. İndi məsələn görsək Rodri-də var. Amma qeyri-stabildə axı. İndi yox. Arsenala elə bir oyuncu transfer etmək. İndi yoxdur. City-də indi o yoxdur. Amma indi yoxdur və bunun hesabına Arsenal çempion ola bilərdi. Mən tam razıyam ki, bu ilki rəqibləri Arsenalın deyir ki, qardaş get çempion ol da, xahiş edirəm də. Get də. Məsələn, City xal itirir, deyir get qurban çempion. Arsenal xal itirir, City xal itirir. Arsenal xal itirir, Aston Villa xal itirir. Bavariya olmuşdu iniş il. Fərman, mən sənə razıyam ki, komanda son illərdə xaraktersizlik göstərdi son turlarda və çempion başqa komandalar olurdu. İndi keçən ili nəzərə almırıq da Liverpoolun ki, City olan City-də double çempion oldu. O ələfən. Mən sənə razıyam. Amma bir dənə bir şey yada saldı. Bax sən Real'ı keçdin, mən də Real'ı keçirəm. Sən deyə bilərsən ki, 2013-cü ilin komandası çempion ruhu yox idi o komandada. 2013-cü Real'ında. Real'da çempionluq var idi. Hə, var idi. Amma deyirlər də, uğursuzsuz, Çempionlar Liqasında bacarmırsınız, son anda belə olur, elə olur. Gəldilər, götürdülər də. Yəni ki, o sənədli filmə baxmışdın da, klubda yəni xadimə belə o Çempionlar Liqasından danışır da. Hal-hazırda Arsenalda bu vəziyyətdir. 12 il idi. 12 ildir. O bu Arsenalda da yox. İndi gəlsən başqa bir şey deyəcəm. 5 il ərzində Arteta alınmayan oyunçular yox idi. Yoxdur da o qədər. Yox. Niyə kimi istədi aldılar da? Niyə ki? Kimi istədi aldılar məsələsində o heyətin hamısı kimi istədi. Kimi istədi? Bax, Kakasiki Gvardiyola da nisbətən bu kimi istədi həqiqətən aldılar. Arteta isə düzdür, kimi istədi aldılar. Amma bu oyunçular top klas oyunçular deyildi. Edegor ora keçəndə top klas deyildi, Declan Rice deyildi. Sakana özü yetişdirdi. Gabriel Jesus gəldi. Jesus kimdir? Jesus nə top idi? Necə top deyilsə elə də qaldı. Onu demirəm. Kimə 50 milyon aldılar. Arsenal getdi öyle. Ha, yox 50 milyon pul ver. City aldı, heç kim Guardiola'dan danışıram. De Bruyne gələndə o dərəcədə top klas oyunçu deyildi. İdi. Yox, o dərəcə deyildi. Wolfsburgda amma top klas idi də. Yox, amma yox, top klas idi amma. O səviyyədə biz tanıdığımız De Bruyne'dən deyil. O keçəndə yox, o De Bruyne'nin yekun prime De Bruyne arasında fərq daha azı nəinki Edegor'dan Edegor arasında. Edegor 5 il Ruben Dias top oyuncu idi. Top oyuncu gələndə o dərəcə top, heç biri o dərəcə yox. O kadar top idi, o kadar top idi. Ha, o çox adam pul. O kadar top idi məncə. Yəni bunda o kadar toplar gəlir. Amma Edegor o kadar top deyildi. Declan Rice yalnız ona alınan transfer qiymətinə görə o kadar top idi. Amma faktiki deyildi və sıxın oynayırdı. O burada balon ola bilərdi, partlaya bilərdi balon. Çox Grealish də balon oldu da.
faktiki olaraq. Grealish Guardiola'nın sisteminə görə Ballon d'Or çünki o sistem oyunçusu deyil. Amma deklarasiya göstərir ki, o həm xarakteri də var, həm gəlib sistemdə də oynaya bilər. Başa düşdüm. Demək istəyirəm ki, Arteta xərclədiyi pulla o 5 il ərzində bir dəfə çempion. Belə başa düşürsən, sən də istəyirsən ki, əgər çempion olmasa bu il artıq getməlidir. 100%. 100%. Hətta pasiyonu şans oyuna razı 5 il ərzində sən 4 dəfə ikinci yer tutmusan. Məncə Artetanı sən göndərsənsə, Bu il Arteta bu cür çempionatda çempion olmasa göndərsənsə, amma onun yerinə kimi gətirəcəksən? O öz problemlərdə o mən. Sən kimi gətirməlisən onun yerinə? Guardiolanı bilin. Əgər Arsenal yerinə oturub, mən fikirləşməliyəmsə Arteta kim gəlməli yerinə? Elə oturtum da onların yerinə. Yox, oturmaq məsələsi deyil. Biz axı onları özümüzlə müqayisə etmirik, özlərini bir-birləri ilə müqayisə edirik. Yəni stabillik verir də, o heç bu stabillik onlara çempionluq verəcək. Məsələn, mən bir azərkeş olaraq nəyinirəm o ikinci yer. Wenger 4-cü yer neçə illər tutdu? Nəyinirəm o stabillik? Fərman nə gündə idi Arsenal 18-ci ildə, 19-cu ildə? Nə gündə idi? Yox, Artetaya qədər. Kimi alırdılar? Şans verdilər də. Mən bir sənə istəyirəm. Arteta'dan başlayan hadisələr var ha. Xabi Alonso da təkrarlansın. Ona da 1-2 il şans versinlər ki, məğlub olsun orada burada. Realda heç vaxt şans vermirlər. Vermirlər də, mən də istəyirəm versinlər də. Bilirəm ki, vermirlər. Amma yekun nəticəm odur ki, Arsenal bu il çempiondur. Arsenalın bir dənə minusu var. Məcbur çempion olmalıdır. Yəni variantı yoxdur. Xahiş edirəm. Hə? Lideri yoxdur Arsenal. Lider var. Bir neçə lider həqiqətən var. Saka. Mən onların əsas lider olaraq xahiş edirəm. Satun Sakanı. Mən əsas lider olaraq orada deklarasiya görürəm, açıq nə yalan deyim. Əsl xarakter deklarasiyası. Ona vermirlər də elə bir ki onu ki özü var onda xarakter olaraq var amma liderliyi Ezəni daha çox lider görər. Ezəni bəyənir. İki heyəti var adamın. Məcbur udmalıdır. Hətta o çempionlar qarşısında 4-də 1-də falan uduzub gəlib çempion ola bilər. Udmalıdır. Niyə udsun? Yaxşı uşaqlar, siz bəs nə fikirləşirsiniz Arsenal haqqında? Bəs orada Ferguson baxıb ağlamır ki, Arsenal belə hoqqa verir. Bəs Manchester hanı? İndi Manchester kakras elə. Yox, Manchesterlə biraz var. Uşaqlar, bəs siz Arsenal haqqında nə fikirləşirsiniz? Nəhayət ki, Arteta bu il çempion ola biləcək yoxsa yox? Müddəşələrdə yazın, biz isə keçirik bizim 3-cü mövzumuza. Uşaqlar, növbəti sualımız isə belədir. İtaliya, yəni A seriyası, İtaliya A seriyası ən rəqabətli top liqadır yoxsa yox? 100%. Okey. Növbəti sualımız. Orada bir dənə amma sən orada olsan, sən burdasan. İtaliya rəqabətlidir öz çempionatı üçün, amma Avropa üçün yox. Özünə görə. Avropa üçün yəni kakras həqiqətən özünə görə çox rəqabətli çempionat. Yəni çempionat olaraq sual nədir? Sual çempionat olaraq ən rəqabətlidir. Yəni 4 dənə klub hal-hazırda çempion, 5 klub hətta çempionluq uğrunda qırğın qiyamət gedir. Orada acımasız bir çempionluq yarışı baş tutur orada. Kivun Allah qan su yerinə. İnzagin Allah təşkil canını sağ eləsin. Kivu üçün qəşəng belə sastav qoydu. Sastav yox, oyun qoydu, getdi. Kivu da indi onun üstündə prosta bilsən nədir? Bu oyun üçün götürür, eyni tipli oyun üçün salır. Öz nəsihətini verib getdi. İyi oynayır da. Onun şotunu Inter'udur. Çünki Inter böyük oyunların heç biri mən bilən udmadı da. Bir dənə Roma istisna hal olaraq. Oradakı Gasperini amili. Orada Gasperini amili var. Atalantada da sadə cibdə 3 xaldı. Atalanta heç Inter üçün. Milan bilinmir. Gedir, nə bilim, kimisə normal oyun. Belə deyim, Milandır, Napolidir, Juventusdur. Üçü də zəif klublara qarşı elə bir oynaya bilmirlər. Elə bir fobiyaları var da. Fobiya bilsən nədədir? Bağlanır klub, oyunlara baxırıq da indi də ən çox mən baxıram şeylərə arasında. Bunlar zəif komanda, niday bog bir dənə birinci qolu vurdu, sırası bağlanırsa, bunlar heç nə eləyə bilmirlər. Bağlı komandaya qarşı bu 3 klub cəməli bir şey göstərə bilmirlər. Amma Interdə ona qarşı nə bilim xüsusi bir istedad var deyim, nə var? Yəni ki, onlar situasiya yaradıblar, yəni rahat qol vura bilirlər də. Yəni 90 plusda da olub situasiyalar, amma rahat bilirəm ki, yəni bu xal itirməyəcək də. Bir də Udinese olub desən Interdə. Yəni arada indi 1-2 nə olur, amma bunlar qədər yoxdur. Baxırsan ki, o Napoli sürümüsən də Interi 3-1. 3-1-i sürüyəndən sonra gəlirsən gic Cesena, Mezena, Pizza, Miza ilə Pizza reklama şaşırtıyorsun. Pizza Miza reklamdır. Yaz bizə Pizza Miza. Direktə yaz. Pizza zadı gic uzunlar, neçə eləyirlər. Ona görə Inter burada daha avantajlıdır məncə. Çünki liqa daha çox əsas oyunları yox, daha çox
zəif klublara qarşı nə qədər sən qalib gəlmirsən, onun şotunu udulur. Yəni Interin burada şansı çoxdur. Prosta ki, burada kontra amili var. Hansı ki, yəni niyəsə buna deyirlər ki, o şey var, Çempionlar Liqasında belə eləyir, mən var, belə eləyirsən, sonra liqa gəlir, liqanı sevir. O var. Yəni ona görə məncə Napoli daha belə real görsənir. Amma mənim şəxsi istəyim Juventus azarkeş olmağına baxmayaraq istəyərdim ki, bu il Milan götürsün və Milan ikinci ulduzu qoysun Yapışdırsın. Axırda depression. Axırıncı dəfə Elvinlə Juventusa baxdım, Lecce ilə oynadı. Nədir? 5 dəqiqə 3 manat qoydun, 4.70 qazandım. Lecce bir dənə nə tərs hücum elədi. Heç özü başa düşmədi ya. Nə tərsə də bu prosta getdi çatdı o qapıya. Gol. Oturdum qapıçıda ki, belə deyim də, həmin günə bir Buffon stadionda. Hamısı bütün kimə oynayır Juventus, hamısı Buffon olur. Penal, vəbşə də penalı nə bilindi Panenka vurdu. Zalın balsı Smolov girdi içinə, непонятно. Pan vurdu da. Ha, düz vurdu da belə bir elədi tam dəydi. Orada Locatelli Allah bəlasını versin. Ki niyə ki bu dedi ki burada kapitanla paylaşır, mən kapitanam. Mən belə bomba. Yıldız ver. Ay Kenan asist eləyib. Oyunda can qoyan yeganə oyunçudur. Ver vursun da o da. Gəldi ki, yox sən bu oğlana ver. Inter. Doğrudan da Elvin sözdən qüvvət zəif komandalardan xal alır. 3 xalın qazanır. Milanla Napoli, Juventus o şeydə, bir də Romada qataqlar biraz əziyyət çəkirlər. Amma Interin heyəti çox yaşlıdır. Və Çempionlar Liqasında oynamaqları onlara biraz deyimdə mövsümün ikinci yarısında çətinlik yaradacaq. Məncə də mən istəyərdim ki, əlbəttə ki, Milan olsun çempion. Bütün mən fikirlərim o. Çünki azından niyə görə Milan olsun? Milanın şansı da daha çoxdur. Napoli indi qrupdan çıxır, Çempionlar Liqasından çıxacaq, 8-də 1-əcən oynayacaq 16-da 1-dən sonra. Azından da bəlkə indi püşkərə gətir ki, 4-də 1-ə çıxdı. Milan heç yerdə oynamır. Heç yerdə kubokda da oynayır. Yox, kubokdan deyəsə uduzdu da, səhv eləmirəm. Ha, uduzdu. Bir dənə çempionat qalıb. 4 xalda o deyil ki, deyim ki, hardasa, yoxsa 3 xalı darca. 3 xalı o deyil ki, deyim ki, hardasa bunlar çata bilməyəcək və s. Və çox istəyirəm ki, Modric olsun da, əlbəttə ki. Əvvəllər İtaliya A seriyasına baxırdım uşaqlıqda da, yəni nə cəhətdən böyük oyunlar olanda o atmosferdən, o auradan, o balaca mikrofonlar var polyan qırağında, o səs effekti verir, topu vursan çox kayf idi əvvəllər seriyaya baxmağa. İndi də hardasa çalışıram, hətta heç olmasa böyük oyunlara baxıram, amma uşaqlar bu İtaliya nəinki A seriyasına, yəni futboluna rebranding lazımdır. Futboluna. Stadionları hamısı 20-ci, 30-cu illərdə tikilən stadionlar Juventus xaric. Bir dənə Juventus da müasir stadionu, düzdürmü? Bütün qalan Inter Milan dəyişməsi Allaha and olsun. Mən 2006-dan futbola baxıram. Bax 2006-dan 2026 bilmirəm, vəbşə hansısa münasibət bu stadiona qarşı 20 ildir mən eşidirəm onu. Tək olsun, demirəm olmasın. Prosta elində qaqa tikində bu stadion nə olar? Bir çox adam kısa Sansiro'da olan uşaqlar, tanışlar dedi ki, o üçün Newdobne'də, yəni dəhşət dərəcədə Newdobne stadionda. Ora ki, öz evi tapana kimi, çatana kimi, daha tapşırara düzəltsinlər. Tapşır zəminəsə düzəltsinlər. Milan icra hakimiyyətinə sən və yığması nə gündədir İtaliyanın. Çünki ortalıqda həqiqətən parlaq gənc oyunçular yoxdur. Bu da ümumi bir krizisin bir göstəricisidir. Sənin sözünə qüvvət, yaxşı rəqabətlidirlər. Razıyam. Əgər sual odur ki, ən rəqabətli top liqadırsa, bəli, hal-hazırda ən rəqabətli top liqadır. Bəlkə hətta Fransada bəlkə biraz dirəkçəli bunlarla. Çünki nəyə görə? PSG hələ ki imkan verir. O da Lens. O fora verir, o fora verir. Burada PSG gücündə bir komanda yoxdur, amma burada rəqabət klubların güclü olmasına görə deyil, klubların hamısının zəif olmasına görədir. Nisbətən. Yəni bunları Premier Liqa komandalarından necə deyim? Başqa səviyyədədir də Premier Liqa klubları. Premier Liqanın pulu da burada yoxdur. Yoxdur. La Ligada bəs pul var? Yox. Barcelona gör nə səviyyədə oynayır. Real düzdür, pulu var, amma xərcləmir nə səviyyədə bunlarla münaqişə. Oyun barədə razıyam. Bunlarla əgər biz belə deyim də baxırıqsa, yəni deyirəm, okey də rəqabətlidirsə hə, amma hələ mən top 8, top 9 komandalarla oynanıb baxmışam bu mövsümə. Mən
10-cu yerdən 11-ci yerdən aşağı baxmağa qorxuram. Ki orada nə baş verir? Deyirəm, o gün Cremonese Calere baxırdım da ciddi, yəni şok. O dedim, o Varzi. Jimmy Varzi burdadır. Biz Varziyə görə baxırdım da Yəni də heç nə. Kimin çempion olmasını istəyirəm əlbəttə ki. Inter. Yox. Inter hal-hazırda İtaliyanın son illərdə və bu il həmçinin baxmayaraq ki, bu gəlib ən keyfiyyətli futbol oynayan komandasıdır mənə görə və Avrokubokda kimsə nəsə bacaracaqsa Inter eləyəcək bunu. Yəni dəyişməsə Inter gələcək. Həmişə kimi, son illərdə olduğu kimi. Amma çempion istərdim ki, Milan olsun. Nəyə görə? Luka Modricə görə bir. İkincisi də ki, mən Real adında bir klub olmasaydı, mən əminəm ki, mən Milan fanatı olardım. Çox bəyənirəm o klubu. Allah Realdan razı olsun. Allah Realdan razı olsun. Yazığı qəribə Allah'ın. Da yazığı gəlib Allah Real. Bak olardım sən indi. Nəysə, üçümüz də Milan da deyək də. 100% olmayacaq çempion. Rahat olmayın. Inter, Juventus, Napoli, uşaqlar keyf eləyin. Cremonese olar. Cremonese. Pizza çempionu olar. Və keçək növbəti 4-cü, sonuncu mövzumuza. Sonuncu mövzu əlbəttə ki, mənim mövzumdur. Davay. 100% Manchester United. Niyə bu vəziyyətdədir? Manchester United və təklif edən və Chelsea. Hələ nəzərə alsaq ki, bir gün fərqlə qovdular baş məşqlərini. Mən United bir çoxdankı azarkeşi olaraq 2000-ci ildə istəyərdim başlayım ki, bu klubu bilsən nə? Hamı işdən çıxardım. Hamıda da kim vardı o zibil yığandan tutmuş prezidentəcən də klubu zat satın sıfırdan nə deyirlər ona? Klub yaradın. Klub yaradın. Yəni heyət çağıran. Vakansiya açın, Jobazda zətdə. Jobazdan yəni. Çox reklam oldu ya bu. Məsələn, oradan bir Jobaz Instagram intervyu keçirdin və təzə bir struktur yaradın klubda. Qardaş, Amarim keçən il gəldi kluba 17-ci yer tutdu səhv eləmirəm. Ya 16 ya 17. Hələ o şimdi Votavotdaydı. Votavotdaydı. Yox, Totuş 17-də idi, 16. Olsun, rəqabət 15 idi. oldu. Avropa Liqası finalı. Bu il Amarim gəlir, qardaş, Çempionlar Liqasına 3 xal qalır. Çatmadı. Komanda da pis oyun göstərmir. Demirəm, əla oyun. Orta bir oyun göstərir. Hardasa Ты нам не подходишь. Nə? Там. Qardaş sən işdən çıxırsan. Niyə? Niyə də? Niyə də? Siqaret çəkəndə görmüsüz. Səbəbə baxım. Yoxsa şeydir, ad nədir orada? Şansonçu var. Mbomo kimdir? Mbomo. Onunla araq içəndə görmüsüz. Qardaş, sizin probleminiz sizin probleminiz nədir? Axı məni başa salın. Bu çox Amarim araq içəndə Mbomo. Amarim baş para. Qardaş, müdür icazə verib də başa düşdün. O, dərin. Bəlkə Lipa oyunçu gətirib. Biz şey çıxır, Manchester United çıxır transferini rınıq. Abi mən oyunçu alacağam. Şeşko 85 milyon. Ama ne Şeşko'nu? Şişko da gelmiyor. Nasıl agenti değil ki ne olur 50? Yok Her şey değişti. Ama olur 60 hele bunu. Embolo'du. Emblemo. 76 milyon. Emblema ya sen ne tər Nida 70'e 3 tane oyuncu Kunya, Şeşko, Emblema. Başta 300 milyon pul verirsin. 300 milyon. 200-250. Ha bu yetim Klopp'a 300 milyon versin 3 tane satsın. Ay bu Klopp'u ne? İstemiyordu orada. O istemiyordu. Haydi pulu. Bu Kabe olsa yazdığa. Ağaç olmasa bile. Flick. O Flick vafşim. 300 milyon yok. 100 milyon pul ayrı. 50 milyon ver. Yazık bir tane ki oyuncu alsın. 300 milyon ve komanda özü kim gelir United'dan? Hamı başlayır partlatmağa. Højlund'un tutmuş, McTominay, Sancho indi biraz belə oynadı. Okey də. Onunla da getdi Trabzondan. Anthony Betis'te. Legenda Betis'e. Vəli Qasımovdan sonra ikinci oyuncu deyil o. Evet, onu qarşılayırlar. Bir də Danielson'a. Qardaş, bu komandanın problemi Ronaldo 22-ci illə gedəndə azarkeşlər cümdüküsünə Ronaldo yalan deyir, bu belədir. Amma faktiki bu kişinin dediyi düz çıxdı da. 100 Ronaldo'nun o Manchester United haqqında dedikləri düz çıxdı 100%. 100% komanda çünki mən bildiyimə görə heç bir struktural hansı dəyişiklik heç o vaxtdan sonra baş tutmadı. Elə necə gedirdilər, elə də gedirlər. Hardasa məsəl üçün remonta ehtiyac var, remont edirlər, yüngülvari. Kosmetik də belə necə kondisioner işləmə çağır ustan 20 manat verir. Dəyişmə ustan. Manchester United bəlkə də yeganə klubdur ki 300 milyon pul xərclədi. Amma eyni səviyyədə komanda qaldı. Yəni dəyişmədi heç. Sən necə? Heyətinə baxırsan, gücünə belə dəyişmədi komanda. Özünə futbol ekspert deyənlər Arteta'dan yapışır. Kakoyni bu. Bir Manchester 300 milyona nə edir? Qardaş, Liverpool 12 oyundan 9'un uduzdu. Belə cəmaət başa düşməyəcək də gəlir deyər. Yox, belə görsə. 12 oyundan 9'un uduzdu.
United ondan belə gəlib bunları keçə bilmədi və Liverpool indi 4-lükdə gedir. Məncə Amarimin qolmasında 3 əsas səbəb nədir? Deyirsən 3 xal qalmışdı Çempionlar Liqasında. Plus minus deyirsən də 18-ci yerdə 4 xal qalmışdı. Okey də olsun dedi bütün çempionat bu vəziyyətdədir. Onda sən hamı qol ayası deyirsən. Hamısı qol ayası deyirsən, amma argument ki, Motavot biz argument ki, ona əsas 16-cı yerdə deyilik. Manchester United kimi böyük klub üçün bu argument deyil. Bir dəqiqə gözlə. Manchester United bu dəqiqə böyük klub deyil. Statusuna görə böyük klubdur. Adına görə böyük klub. Qardaş, heç bir özünə hörmət eləyən oyuncu yaşdan söhbət getmir də. Orta belə pik vaxtı olan United keçməz. Amma istədiyi hər kəs aldı da. Amma istədiyi hər kəs aldı. Kimi aldı? Bir dəfədən aldı. Newcastle 9-cu dəfədən Wolverhampton'dan aldı. 8 dənə hücumçu yox dedi. Şeşko qarşı. Sən indi bir də sən görsən ki United-la Newcastle-ı bir tutdun. Sən United-la Liverpool-u və ya da City-ni və ya da ki Arsenal bir tutmadın. Bu dəqiqə məsələn də uslovlu City gəlib qapını döysə və United gəlib qapını döysə, hamı City-yə keçəcək. Tək maaşla United Mən bildiyimə görə Mbeumo'nun başqa klublarda istəyirdi. Kim deyir? Kunyanı istəyirdi. Kunyanı istəyirdi. Niyə yox? Emblemasan. Gəl be Evanilson aldı da. Semenyo üzr istəyirəm. Bugün Semenyo rəsmi keçdi City-yə, düzdür? Semenyo bu dəqiqə United təklif eləsə gedər. Amma City ilə United təklif eləsə, o City-yə gedəcək. United getməyəcək. Tamam, mən heç bir oyunçunu yay ərzində fikir vermədim ki, onlar kimə səncə Manchester axtardı. Tapmadı, axırı Kunyanı aldı. Ən əvvəldən Kunyanı istərdilər, aldılar. Okay. Ən əvvəldən Şeşkonu istərdilər, aldılar. Amma ki o bilir ki, uslovlu. Kimi aldı o öz problemidir, amma istəyirdi. Bu gedib bu dəqiqə Hollandı istəsə, Holland gəlməyəcək United-a. Qeyri-realdır. Gəlməyəcək. Yox. Manchester məsələn City-də oynadığına görə qeyri-real deyirsən də, düzdür? Manchester bu dəqiqə Holland gəlib Barcelona-da oynasaydı, o yenə də gəlməyəcəkdi. Amma əvvəl bir 15 il bundan əvvəl United kimin qapısına keçirdi, hər bir oyunçu ora keçmək istəyəcəkdi. O vaxtda da almırdı. Almırdı çünki o komandanın tarixi mən futbola baxanda Fergusondur. Fergusondan başqa onlarda indi bəli indi Allah rəhmət etsin samolyotuz düşüb eli və s. Onu qoyuram. Hamısı bir qırağa da Münxenə tragediya və s. Qardaş, var. Ondan əvvəl olub da Bobby Charlton zaten. Allah kim olublar da onlar da? Al yaxşı da Bobby Charlton. Neydi bir Manchester buna? Sən Aa qardaş 20-dən çempionluğun 13-ün. Yaxşı Arteta'nı buraxdıq. Bobby Charlton kimdir deyəsən axı. Qardaş mən onu görməmişəm oyunu. Bildim də o demək ki, o heç kimdir qardaşım. O ne oyuna baxıb futbol. Çingiz Xan kimdir? Dalben belə dünya dünyası. Mən görməmişəm. Qardaş Bobby Charlton okey. Biz komandanı nəticəyə görə tanıyırıq, düzdür? Əgər Ferguson o nəticəni verməsəydi, United orta bir klub olacaqdı. Necə ki Newcastle deyir ki, mənim Alan Shearer'ım var idi və 94-cü ildə bütün Premier Liga onu istəyirdi. Daha Ferguson da onu istəyirdi. Eyni şeydə o olacaq ki, Manchester oturub deyəcək ki, məndə Bobby Charlton vardı. Fergusonun şotuna Manchester'dan başladılar danışmaq. Ferguson bu klub üçün hər şeydir. Hər şeydir və artıq o ərəfə dəyişdi. Müqayisə deyirsən Newcastle-la müqayisə edirəm. Qardaşım, mən də onu elə göstərmək istəyirəm ki, Newcastle və United eyni səviyyədə komandalar olsaydı, statusuna görə, adına görə. Newcastle 9-cu dəfədən 90 milyona Wolverhampton'dan almazdı da. Yəni Bavariya fərzlər ki, 50 milyon dedilər, 50 milyondur qiyməti. Almadı ki, bahadır. Newcastle gəldi, ya okey, indi Premier Liga klubları varlıdır. Amma United istədiyi bütün oyunçuları gətirdi. Amarim demişdi ki, özü yayda. Bəli, mən istədiyim bütün oyunçular alındı. Demişdi, fakt demişdi də. O 4-cü deyirsə də Çempionlar Liqasına az qalmışdı. Okey. Çempionlar Liqasına qoyaq bir qırağa. Yenə deyirəm, United əgər o komanda deyil ki, bir sənəcə əsas 16-cı yer deyil, tutmayaq. O statusda adında komanda deyil. Digər məsələ qışda. Onlar top 3-ə, top 4-ə düşə bilərdilər. Wolverhampton 2 dəfə oynadılar. Wolverhampton birinci oyundan əvvəl 2 xalı var idi cəmi. 20 turdan sonra. 4-1 utdu da. Yox, udmadı. Birinci oyun 4-1. Ay, beni utdular, beni heç şey xal itirdilər də. Orada xal itirdilər. Başqa outsider komandalarına xal itirdilər və gedib yəni hardasa gözləyirsən ki, bunlar 4-cü yerə oturacaqlar da. Oturmadılar. Yenə 6-da 7-də sülənirlər çünki qazana bilmədilər. Bu bir 3-cü məqamda əlbəttə ki, Amorimin orada demək ki, mən məşqçi deyiləm, mən menecerəm. Amma Darren Fletcher-də gəlib sən heç nə dəyişmir. Darren Fletcher onsuz da müvəqqətidir. Çox güman ki, Solskjaer qayıdacaq. Bu sezon United üçün təzədən o Nasmarku da prosta 1 il keçdi. Yəni əlbəttə ki, keçdi və Solskjaer bax ələ gəlirsə həqiqətən
nakoniec-to indi cəmaət deyir ki, Ronaldo gəlir Sulşenin sistemini, hansı sistem idi orada mən nə bilim. Bəlkə Manchester United fanatları şəhərlərdə yazılan nə sistemi idi orada, amma nəysə dedilər ki, gözü dağıtdı. Lider olmamağı problemi. Orada çox problem var. Bruno var da lider rolunu oynayacaq yəni. Lider deyil də Bruno. Mən lider seriyoz baxıram. Faktiki ona lider gözünə baxırlar və ən ağıllı futbolçu gözünə baxırlar da yəni. İndiki Premier Liqa liderlərini götür və ora Bruno qoy, o deyil də. Bruno mənim üçün orta yox, ortadan biraz yuxarı bir oyuncu. Yaxşı top klass deyil. Bırak liderlikdən söhbət. Lider deyil o. Yığıb doldurublar Casemiro, nə bilim ki, ulduzlar yığılmısan, bunların üstündə bir dənə belə belə deyək Cristiano Ronaldo, Ramos olmalı. Olsun da yəni kimsə də sözü keçən də yəni nə bilim fərqi yoxdur indi şey eləmirəm. Steven Gerrard olsun, pistolu yandırırsan da Manchester. Sən dediyin məqamda o ki Roy Keane lazımdır o. Mən səni dəstəkləyirəm bu məsələdə. Sən dedin bəs məsələn Manchester prosta yəni açarını qoyun çıxın gedin hamımız biz tədələri yığacağıq ha. Arsenal da eyni səviyyədə idi 17, 18, 19-cu illər. Yazdılarsa hər kəs dedi ki, qardaş o City 5-0, 6-0 hər kəs uduzurdular da dabada. İndi hal-hazırda Arsenal 3 ildir deyəsən uduzmur top oyunlarda da top rəqiblərə qarşı. United da öz baş məşqçisi lazımdır, necə lazımdır? Necə ki Arteta'ya icazə verdilər, təmizlədi. Artıq məsələn Aubameyang lazım deyildi, göndərdi. Lacazette mənim o futbolum uyğun deyil, göndərdi. Özü də göndərdi. Başladı yığmağa və vaxt verdilər. United-da eyni şey lazımdır. Amma yəni məncə saxlayarlar. İndi baxaq onların problemlərinə. Baxa görə bəlkə xeyri olar. Ya onu getməyə kömək eləməyəcək. Prosta Amarim nəyi bəyənmədim. O ki indi bəlkə də özüm indi olur da. Bəlkə də özümü təqzib etmiş olacağam, amma Arsenal ən əvvəldə Arteta demişdi ki, mən bu taktiki sxemdə oynamaq istəyirəm və yavaş-yavaş oynadırdı bu taktiki sxemi və oyunçuları o sxem əsasında yığırdı illərlə. Okay. Amarim də eyni şey eləməyə çalışdı. Gör birisi də o tərsdir. 3-4-3 oynamaq istəyirəm. Bu Premier Liqada 3-4-3 qış alınmır da. Yaxşı alınmırsa ən azından sənin belə oyunçuların yoxdur. Hələ ki oyunçular alınmır, qardaş, oyna 4-3-ü. Sonra alınar yayda sənə bir 300-400 milyon da xərclənir. Alınar sən laterallar, normal müdafiəçilər və s. oynayarsan 3-4-3-ü. Alınmır da. Yox, bu yarı can heyətini də 3-4-3 oynayaq. Baxırsan ki, sən bilərsən bunu İtaliya çempionatı. Heç olmasa bu yetimçilər dalqaba qaçmalıdır. Orada da hücumçuları qoyur. Hücumçular 3 dənə müdafiəçi deyir ki, qaqa gəlin bizə qoyun. Nə olar? Yəni nəysə, Chelsea danışaq çünki United hansısa bir stepə çatmadı. Hansısa bu addımı atmadı da, yəni səviyyə cəhətdən. Hə. Chelsea heç olmasa o səviyyəyə gəlib çatdı və orada qovdular, yəni baş məşqçini. O ayrı bir kayfdır da, yəni. Mən oxuduğuma görə ki, orada problemlər yaşadı müdiriyyətində. Loru dildə desək və как говорится, bunu qol aldılar. Chelsea problemi o qədər böyük deyil, onun problemi məncə prezidentdir və normal məşqçini işdən çıxartmaq idi. Maresca pis deyildi. Prosta stabildir. Prosta Maresca çox şey istəyirdi də klubdan, çox şey. Orada da əl atım, orada da idarə edeyim, burada da idarə edeyim. Orada isə 5 dənə prezident var klubda. 5 dənə rəhbər şəxs. Şeydir, amma ki sən deyirsən, Ferguson Manchester üçün. Amma ki gəl Chelsea-yə baxaq da. Abramovich bir mənalı şəkildə tarixi də olmayıb cəməlli. Biraz 90-larda, 80-ci illərdə olub. Yəni onlar da öz prime-larını heç oynamayıblar orada məncə. Yenə də klub olaraq tarixi yox idi və onun tarixini eləyən Abramovichdir. Bəli. Və Abramovich ora yəni təkcə pulun qoymamışdı, canın qoymuşdu orada. 100% razıyam. Bəlkə də nə bilim qarışlayıb çıxıb ki, Putin zibilə düşdü də. Yox, ümumiyyətlə onun tək sözdən razıyam. Abramovich o komandaya can qoyub. Çünki Terry özü deyirdi ki, Abramovich Çempionlar Liqasından da bəlkə dünyanın ən xoşbəxt adamı idi və o yaşayırdı ki, biz Çempionlar Liqasını udaq. O çox gözəl komanda yığmışdı, komanda oynayırdı. Amma ki, indiki Todd Bowley-də, nəysə, Bowley-də belə deyək. Bowling. Непонятно da. O öyrəşib Amerikan futboluna. Orada biraz başqa cür sistemdə, bu belə deyil. Orada yox, tək əl söhbəti deyil. Orada oyunçu alıb satmaq biraz başqa cürdə, tez bazda. Nəsə xoşun gəlmir, 50 də oyunçu yığırsan. Kim nəsə, bu da fikri gedib ora ki, orada 50 də oyunçu ola bilər. Sonra buna deyiblər ki, qardaş, maksimum 25 deyək, xəbərin olsun da, 50. Nəzərə alsaq ki, Chelsea hazırkeşləri narazıdır. Mitinglər eləyirlər Stamford Bridge qabağında. Hətta yəni ki biz Chelsea hazırkeşləri izləyir Azərbaycanda. Onlar da hər kəs narazıdır. Bu bəllidir. Miting nə edə biləcəksən? Valencia yetim 8 heç nə də bilməyəcəksən, amma ən azından
azərkeşlər də artıq başa düşür ki, bu Amerikan siyasəti, o Moneyball dominantadır və bu komandanın rəhbərləri istəmir ki, bu komanda böyük oyunlarda qazansın, nə bilim çempion olsun və s. Bu komanda istəyir ki, Chelsea nə bilim Leipzig səviyyəsində bir klub olsun. Hə, oyunçuları alsın, sonra daha bahaya satsın və belə davam etsin. Top klub statusundan çıxsın da donor komandası olsun. Mən belə başa düşürəm. Yəni ən azından komanda o yönləndə gedir. Donor olacaq biz gələcəkdə. Onu ancaq mən də elə başa. Çünki mən inanmıram ki, ambisiyası olan adam, futbolçu, yəni belə siyasəti olan klubda düşünər ki, nəsə qazanacağam mən 100% 3 dənə çempionlar qazanacağam damadan. Getməyim heç yerə. 100% təklif edəcək gələcək başqa kluba. Və siz nə fikirləşirsiniz uşaqlar? Bu Manchesterın, bu Chelsea'nin baş məşqçilərini belə demək olar ki, eyni gündə qovması bu komandalar üçün nə ilə nəticələyəcək? Və bizim 4 sualımıza özünüz də çalışın şərhlərdə cavab yazın. Bizim fikirlərimizi artıq siz eşitdiniz. Heç nə. 26-cı il hər biriniz üçün uğurlu olsun və bizim üçün də sağlığı uzun ömür. Və bizim üçün də ümid edirik ki, uğurlu olar. Fərman, Elvin, Abdul var arxası. Çox sağ olun. Sağ olun. Sağ olun.